Qubadlı rayon icra hakimiyyəti təşkilatçılığı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən şəhidimizin adını daşıyan Qubadlı şəhər 2 saylı tam orta məktəbdə rayonun Göyərcik kənd sakini Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş polis Bəhmən Mehdioğlu Mehdiyevin anadan olmasının 65 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi. Şəhid polis Bəhmən Mehdiyevin döyüş yolundan bəhs edən video çarxı nümayiş olundu. Tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd etdi ki, Mehdiyev Bəhmən Mehdioğlu 1961-ci il may ayının 7-sində Zəngəzur mahalı Qubadlı rayonunun Göyərcik kəndində Ziyalı ailəsində doğulub. 1978-ci ildə orta məktəbi bitirib. Ordu sıralarında həqiqi hərbi xidmətə yollanıb. Vətənə xidmət borcunu başa vurduqdan sonra 1982-ci ildə Xankəndi Pedaqoji İnstitutuna daxil olmuş, oranı bitirdikdən sonra isə doğma Göyərcik kəndinə qayıtmış və pedaqoji fəaliyyətə başlamışdır. 1988-ci ildə isə müəllimlik fəaliyyətini hal-hazırda onun adını daşıyan Qubadlı rayon 2 saylı tam orta məktəbdə davam etdirmişdir. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Qarabağ müharibəsinin başlanması və ardınca 1989-cu ildə Bəhmən Mehdiyevin atası Novlu kənd Sovet sədri Mehdiyev Mehdi Qasımoğlunun ermənilər tərəfindən əsir götürülməsi və 4 aydan sonra vəhşicəsinə qətlə yetirilməsi onun ürəyində ata intiqamını almaq diləyi ilə müəllimlik fəaliyyətindən uzaqlaşmış Qubadlı rayon polis şöbəsi sıralarına qatılmağa vadar etmişdi. O, rayon polis şöbəsinin ayrılıqda və ordu ilə birlikdə keçirdiyi hərbi əməliyyatların əksəriyyətində iştirak etmiş və igidlik nümunəsi göstərmişdir. Tədbirdə digər çıxış edənlər vətən müharibəsində qazanılan zəfərlə bağlı öz fikirlərini və şəhidimizlə bağlı xatirələrini bölüşdülər. Diqqətə çatdırılıb ki, Bəhmən Mehdiyev dəfələrlə Daxili İşlər Nazirliyinin mükafatlarına və nazirin əla xidmətə görə döş nişanına layiq görülmüşdür. Çox təəssüflər olsun ki, 1992-ci ilin oktyabr ayının 26-sında Topağac uğrunda gedən döyüşlərdə Bəhmən Mehdiyev qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. O, ölümündən sonra vətən uğrunda medalı ilə təltif edilmişdir. Şəhidimizin qızı Rəhminə Mehdiyeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib. Tədbirdə vətənpərvərlik mövzusunda və şəhidlərin xatirəsinə həsr olunmuş musiqilər və şeirlər səsləndirildi.